Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda yük maşını piyadanı vuraraq öldürüb. Xəbər verilir ki, hadisə martın 6-sında qeydə alınıb. Gəncə prospektində Bakı şəhər sakini 1959-cu il təvəllüdlü Dəhmən Səfərov idarə etdiyi kommunal təmizlik birliyinə məxsus Qazi 53 markalı 10 JV 171 nömrəli avtomobilə yolu keçən paytaxt sakini 99-cu il təvəllüdlü qadın cinsli şəxsi maşın vurub. Həmən şəxs xəstəxanada ölüb. Araşdırma aparılır. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbir diləyirik. Yasamalda 60 yaşlı kişi komendant kimi işlədiyi binadan yıxılıb. Xəbər verilir ki, həmin şəxsin işlədiyi 18 mərtəbəli binanın 13-cü mərtəbəsinin dəhliz pəncərəsindən yerə düşüb. Yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbir diləyirik.